Biz o bir çörəmizi zibildən belə çağırırsa, o zibili bizə çox görürlərsə, onda da vay bizim bu dövlətimizin halına, vay bizim cənab prezidentimizin halına ki, sizin kimi o aşağı mətəqədəki o sərlənkar məmurları deyirəm. Onlar kimi cənab prezidentimizə xəyanət edən bir dövlətimiz adamları var. Nöqsanları ifşa edən zəhmətkeşlərin cəzalandırılması, yoxsa rəhbər şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, Naxçıvan Muxtar Respublikasında vətəndaşların əmək hüquqlarının tapdalanması və iş yerlərində yaşanan idarəçilik qanunsuzluqları barədə növbəti kəskin narazılıq dalğası Babək rayonundan gəlib. Uzun müddət rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsində fəhlə kimi çalışan Nehrəm qəsəbə sakini yerli rəhbərliyin qərəzli və intiqam xarakterli addımlarından cana doyduğunu bildirir. Şikayətçi iddia edir ki, o ölkə rəhbərliyinin korrupsiya və negativ hallara qarşı apardığı mübarizəyə dəstək verərək idarədəki problemləri dilə gətirdikdən sonra rəhbərliyin birbaşa hədəfinə çevrilib. İdarə müdürünün vətəndaşla şəxsi zəmində prinsip apardığı və hirsini onun müalicə alan xəstə övladından çıxdığı qeyd olunur. Belə ki, heç bir qanuni əsas olmadan sırf atanın haqlı etirazlarına görə onun eyni idarədə çalışan oğlunun əmək müqaviləsinə xitam verilib. Qarşılaşdığı bu haqsızlıq və məmur üzbaşınalığı qarşısında aciz qalan Naxçıvan sakini çıxış yolunu səsinin birbaşa ölkə rəhbərliyinə çatdırılmasında görür. O, aidiyyatı dövlət qurumlarından Babək rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsində fəhlələrlə qul kimi rəftar edən, tənqidə görə xəstə bir gəncin gələcəyini ağır əmək maddəsi ilə qaralayan rəhbər şəxs barəsində ciddi araşdırma aparılmasını və oğlunun işinə bərpa olunmasını tələb edir. Bir xəbər media olaraq adı çəkilən qurumun rəhbərliyinin və rəsmi qurumlarında mövqeyi olarsa işıqlandırmağa hazırıq. Salam, mən Babək rayon Nehrəm qəsəbə sakiniyəm, Hüseyn Məhəmməd Telmanoğlu. Bu video müraciətimi birbaşa cənab prezidentimizə sizin vasitənizlə göndərmək istəyirəm ki, cənab prezident, elə mən bir çox kasıb mətəqənin nümayəndələri adından sizdən xahiş edirəm ki, mənim oğlum mənim özümlə bərabər Babək rayon Kommunal Məsələlər Kabinetində işləyirdi. Mənim maaşım 500 manatdır. Ailəmi ancaq dolandırıram və kommunal xərclərimi də zor billah ödəyirəm. Oğlum Telman Hüseynov da hərbidən 3 il buna möhlət verildiyinə görə səhhətində bəzi problemlər var idi. Və o problemlərdə öz müalicəsini tapsın deyə 3 il möhlət vermişdilər. Oğlum da işləyirdi, 4 aydır girmişdi kommunalda işləyirdi. O da işləyib özü öz pulu ilə, maaşı ilə özünü müalicə elətdirirdi. Çox təəssüflər olsun ki, cənab prezident, biz sizin sərəncamınızda korrupsiya haqqındakı imzaladığı sərəncamı özümüzə əsas götürüb, sizə kömək etmək məqsədi ilə korrupsiya haqqında sərəncamda göstərmişdir ki, hər hansı müəssisə və idarələrdə korrupsiya və maliyyə pozuntularını ifşa edən işçini təhdid, nə bilim, hədəf, qorxu, işdən çıxartmaq ilə hədələyə bilməsiz. Əlaqsız da onun yaxınlarını işdən çıxartmaqla, işdən nə bilim, çıxardıb çölə atmaq ilə hədələyə bilməsiz. Amma bunlar çox təəssüflər olsun ki, mənim qisasımı, maliyyə pozuntularını ifşa elədim deyə kommunalın müdürü Əli Qasımov tərəfindən və hərbidən pensiyaya çıxıb indi kommunalın müdürü olan Əli Qasımov tərəfindən mənə qisas mahiyyətli və o bir işçilərə göz dağı məqsədi ilə mənim oğlumu 70-ci maddə ilə işdən şərböhtana çıxartmışdır. Çünki uşağın məzuniyyəti bir gün qalırdı, ayın biri gedib imza atıb məzuniyyət götürəcəkdi. 30'u bunu işdən tez çağatmışdır ki, məzuniyyət pulu da almasın. Mən sizdən xahiş edirəm, cənab prezident, Babək rayonu Kommunal Məsələlər Kabinetini bir nəzarətə götürəsiniz. Ələlxüsus da ki, hərbidən pensiyaya çıxıb, hər hansı bir şirkətlərdə onları işinə təmin olunacaqlarsa, düzdür, namuslu, qeyrətli, vicdanlı işləyən hərbiçilərimiz var. Amma Əli Qasımov kimi onlara ləkə gətirənlər də olur. Xahiş edirəm, elə Əli Qasımov kimiləri də işə qəbul eləyəndə hərbidən onlara xəssiyyətnamələrini də tələb eləyənlər. Ki, görək, bunların xəssiyyətləri bizə uyğun deyil, orada işləməyə uyğun deyil. Amma çox təəssüflər olsun ki, Əli Qasımovun ki, uyğun olmadı. Millətə əzir, millətə alçadır və hətta sizin üstünüzə, dövlətimizin üstünə qaldırmağa çalışırlar. Xahiş edirəm, cənab prezident,
Gələrsiniz Naxçıvana, bir sıra açılışlarınız var. Ələlxüsusda Nehrəm qəsəbəsinə gələrsiniz, məktəb açılışına. Biz sizə vətəndaş olaraq, kasıb məntəqənin insanları olaraq xahiş edirik, cənab prezident, bizi kabinetlərdə demirik, qəbul eləyəsiniz. Biz kasıbları, vətəndaşları elə ayaq üstədə olsa, bizi 1 dəqiqə, 2 dəqiqə alinə bir yığıb başınıza qəbul eləyəsiniz. Bizim sizə deyəcək ürək sözlərimiz var. Biz nə vəzif istəyirik, nə dövlət istəyirik, nə bulunmaq, nə var, kar istəmirik. Biz sizdən sadəcə bu bəzi məmurları çəki düzən verməklərini xahiş edəcəyik. Çünki Babək rayonunda həqiqətən İlən bu kabinalda bizə həddən artıq çox haqsızlıqlar var. İşçilərin hüquqlarını tapdalayırlar. İşçilərin əmək qanunvericiliyində göstərildiyi qanunlara uyğun hərəkətlər eləmirlər. İşçiləri əzirlər, alçadırlar və dillənəni də mənim oğlum kimi 70-ci maddə ilə işdən çıxardılar. İndi mənim oğlum gedib Türkiyə Respublikasında türklərin qarşısında, düzdür, onlar qardaşımızdır. Amma yenə də olsun türklərin qarşısında işləyirlər. Orada işlədiyini mənim öz dövlətimdə işləyərdi. Necə ki işləyirdi, işlədiyi yerdən belə 70-ci maddə ilə çıxartdılar. Cənab prezident, elə zibilin özündə işləmək elə 70-ci maddədə ən ağır işdir, ən də axırıncı işdir. O özü elə 70-ci maddədir. Ona baxmayaraq, yenə də uşaqları, bu kasıb insanları, səsin çağadanı 70-ci maddə ilə işdən azad edirlər. Və xahiş edirəm, bu şeylərə əmək müfəttişliyi deyilən Naxçıvanda da bir müfəttiş yoxdur. Çünki vəzifəlinin təsibini biz kasıbları vermir. Ona görə deyirəm ki, xahiş edirəm, mənim aidiyyəti üzrə qurumlarım və cənab prezidentimizin etimadını doğrudan qurumların rəhbərləri və nazirlikləri xahiş edirəm. Sizin də qabağınıza bu videolar çıxsa bir əl atın. Xahiş edirəm. Biz sizdən artıq heç də istəmirik ki, sadəcə biz çörək istəyirik, bir içə çörək istəyirik. Sağ olun, var olun. Mən əminəm ki, mən bu videom öz əksini tapacaq. Mənim oğluma edilən haqsızlıqlar həqiqətən də aidiyyəti üzrə qurumların vicdanını yaralayacaq. Sağ olun, var olun.